Salam hörmətli izləyicilər, siz Azi Xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yer elmləri sahəsində elmi tədqiqat fəaliyyətlərinin genişləndirilməsi, georesursların daha səmərəli və davamlı idarə olunmasına yönəlmiş müasir yanaşmaların inkişaf etdirilməsi məqsədi ilə yer elmləri və georesurslar üzrə tədqiqat qrupu yaradılıb. Yeni tədqiqat qrupu yeraltı enerji və mineral resurslarının paylanmasını müəyyən edən yer proseslərinin öyrənilməsini, geoloji risklərin elmi əsaslarla qiymətləndirilməsini, həmçinin yaşıl enerji və ətraf mühit sahəsində qlobal çağırışlara cavab verən tədqiqatların aparılmasını hədəfləyir. Qrupun fəaliyyəti BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun strateji tədqiqat istiqamətlərini əhatə edir. Tədqiqat qrupuna Elşən Abdullayev rəhbərlik edir. O, həmçinin universitetin faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasında tədqiqatçı müəllim kimi çalışır. Qrupun baş tədqiqatçıları isə Dosent Qriqori Penkov, Sabah Mərkəzinin neft-qaz geologiyası üzrə proqram rəhbəri Rəşad Abbasov və neft-qazın geologiyası kafedrasının baş müəllimi Zaur Bayramovdur. Qeyd edək ki, yer elmləri və georesurslar üzrə tədqiqat qrupunun yaradılmasında məqsəd universitetdə yer elmləri üzrə elmi potensialın sistemli şəkildə gücləndirilməsinə, beynəlxalq elmi əməkdaşlıqların, eləcə də universitetin tədqiqat yönümlü inkişaf strategiyasının genişləndirilməsinə töhfə verməkdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi dəvəti əsasında Gəncə şəhərinə səfər edib. Səfərdə Heydər Əliyev adına beynəlxalq təhsil qrantı proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 20 ölkəni təmsil edən 20 nəfər əcnəbi tələbə iştirak edib. Nümayəndə heyəti Gəncə Memorial kompleksini ziyarət edərək Azərbaycanın tarixi, milli mənəvi dəyərləri və dövlətçilik ənənələri ilə yaxından tanış olublar. Sonra səfər Azərbaycan Dövlət Aqrar Universitetində davam edib. Əcnəbi tələbələr universitetin infrastrukturu, tədris mühiti və elmi tədqiqat imkanları ilə tanış olub. Kampus turunda iştirak ediblər. Səfər çərçivəsində keçirilən görüşdə əcnəbi tələbələrin region universitetləri ilə tanışlığının əhəmiyyəti, onların akademik və sosial inteqrasiyası, eləcə də ali təhsil müəssisələri arasında beynəlxalqlaşma istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin iki universitet arasında yeni birgə layihələr, akademik təşəbbüslər və beynəlxalq tələbələrə yönəlik əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap və Texnologiya Transfer Ofisi şöbəsinin təşkilatçılığı ilə materialşünaslıq və kimya sahəsində beynəlxalq təcrübəyə malik sahibkar, CEO və həmtəsisçi Bəhruz Məmmədov ilə görüş keçirilib. Tədbirdə universitetin akademik heyəti, doktorantlar, tədqiqatçılar və innovasiya fəaliyyəti ilə maraqlanan iştirakçılar yer alıblar. Görüş zamanı təlimçi qazandığı praktiki təcrübəyə əsaslanaraq erkən mərhələli elmi tədqiqatların kommersiyalaşdırılması, diptek startaplarının yaradılması, universitet mənşəli intellektual mülkiyyətin sənayeyə transferi və akademik mühitdən biznes sektoruna keçid imkanları barədə təqdimatla çıxış edib. Görüş akademik mühitdə innovasiya və sahibkarlıq düşüncəsinin təşviqi, elmi tədqiqatların kommersiyalaşdırılması imkanlarının genişləndirilməsi və universitet sənaye əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Qarabağ Universiteti tələbə gənclər təşkilatları arasında əməkdaşlıq görüşü keçirilib. Hər iki universitetin tələbə gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və tələbələrin ictimai fəallığının artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Gələcək fəaliyyət planları, sosial, mədəni və maarifləndirici tədbirlərin birgə təşkili məsələləri müzakirə edilib.
Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinin 6-cı tədris dalğası üzrə keçirilən məzun günü çərçivəsində daha 100 nəfər kiber təhlükəsizlik üzrə mütəxəssis kimi məzun olub. Məzunlar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 21 nəfər tələbəsi yer alıb. Məzunların akademik göstəricilərinin qiymətləndirilməsi zamanı universitetin sabah qrupları tələbəsi Rəvan İsmailov xüsusilə fərqlənib. O, Red Team üzrə 96,9 bal toplayaraq kohortun ən yüksək nəticələrindən birinə imza atıb. Qeyd edək ki, bu nəticə proqram üzrə göstərilən texniki hazırlıq səviyyəsinin və praktiki bacarıqların yüksək göstəricisi hesab olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Idealize inkubasiya proqramı çərçivəsində komandaların pitch təqdimatlarının əvvəlcədən dinlənilməsi uğurla baş tutub. Dinləmələr zamanı 9 komanda üzvü hazır təqdimat və mövcud prototipləri ilə çıxış edərək layihələrinin hazırki vəziyyətini nümayiş etdiriblər. Layihələrin təqdimat strukturu, biznes yanaşması və məhsulun inkişaf səviyyəsi üzrə rəy və təkliflər səsləndirilib. Prototiplərin güclü tərəfləri və təkmilləşdirilməsi vacib məqamlar münsiflər və mentorlar tərəfindən qeyd olunaraq, komandaların final mərhələsinə daha hazırlıqlı şəkildə keçməsi üçün praktik tövsiyələr verilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əcnəbi tələbələrlə iş şöbəsinin təşəbbüsü ilə İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən İndoneziya Tələbə və Gənclər Cəmiyyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq tələbələr üçün yaratdığı imkanlar, mövcud təhsil proqramları və universitetin qlobal əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verilib. Qonaq tələbələr universitetin akademik mühiti, tədris proqramları, elmi tədqiqat imkanları və maddi-texniki bazası ilə yaxından tanış olublar. Səfər çərçivəsində tələbələr universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan İnnovasiya Mərkəzində də olublar. Burada həyata keçirilən innovativ layihələr, startup ekosistemi və tələbələrin təşəbbüslərinin dəstəklənməsi mexanizmləri barədə onlara məlumat verilib. Görüş zamanı həmçinin İndoneziyalı gənclərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil imkanları barədə geniş təqdimat keçirilib. Universitetin beynəlxalq tələbələr üçün təqdim etdiyi üstünlüklər və qəbul prosesi izah edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin həmmüəllifi olduğu elmi tədqiqat işi yüksək impact faktorlu Q1 kateqoriyalı beynəlxalq elmi jurnalı olan Energies nəşrində çap olunub. Məqalənin müəllifləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Mühəndisliyi kafedrasının doktorantı və Sabah mərkəzinin proqram rəhbəri Elnur Əlizadə, Kimya və qeyri-üzvü maddələrin texnologiyası kafedrasının müəllimi Mehbarə Adıgözəlova, Texnika elmləri doktoru, həmçinin Çin Neft Universitetinin professoru Xiu Vandır. Yeni multifunksiyalı kompozisiyanın neftlərin sulaşma amili, koroziya və parafin çökməyə təsirinin tədqiqi adlı məqalə neft hasilatı proseslərində texnoloji problemlərin aradan qaldırılmasına yönəlmiş kompleks laboratoriya tədqiqatlarının nəticələrini əhatə edir. Araşdırma beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilib və neft sənayesində texnoloji proseslərin optimallaşdırılması baxımından mühüm elmi praktik əhəmiyyətə malikdir. Bununla da bu həftəlik AZI xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.